Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Bugün bilirsiniz ki 44 günlük vətən müharibəsi şəhidimiz Sabirabadımızın Qaralar kəndindən olan Alakiyev Zamin Dadaşoğlu'nun doğum günü münasibətilə yığışmışıq və hər birinizi mən də istər rayon rəhbərliyi adından, istər bütün rayonumuzun döyüşçüləri, qaziləri, vətənpərvər insanları adından siz hər birinizi salamlayıram. Hoş gəlmişsiniz deyirəm bu tədbirə. Gələn ayaqlarınız var olsun. Təbii ki, başta bizim çox hörmətli şəhid valideynlərini salamlayıram. Digər qonaqlarımızı salamlayıram. Kənd cəmaatını salamlayıram. Məktəb tərbiyyəsi, hər iki məktəb burada iştirak edir. Allah can sağlığı versin. Məktəb kollektivinə təşəkkürümü bildirirəm. Və təbii ki, bizim adətimiz üzrə tədbirimizə Azərbaycan Respublikasının dövlət himni ilə başlayırıq. İndi də adınız üzrə gələn bütün şəhidlərimizin Azərbaycanımızın uğrunda, suverenliyimizin uğrunda ta ki 200 ildən artıq öz şirin canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirələrinə bir dəqiqə sükutla yad edilir.
Hazırız. İçine saklayın. Allah razı olsun. Rıza Hanım buyurun. Hürmetli yığınca iştirakçıları, hürmetli qonaqlar. Hoş gördük. Hər birinizi salamlayıram. Hər birinizə uzun ömür, can sağlıqlar dilərim. Bax, bu günləri biz bu kənddə yığışmışıq, şəhidimizin mövlüdü günüdür. Ondan ötürü toplaşmışıq. Buna yığışmamıza bais şəhidimiz. Bugün yığıncağına toplaşdığımız şəhidə başta olmaqla qalan digər şəhidlərə Allah rəhmət eləsin. Şəhidimizin valideynlərinə, yaxınlarına səbr diləyirəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Müharibənin üzərindən bir neçə il keçsə də, müharibə uğurlar geçəcək. Çünki çox dərin yaralar vurur, çox böyük ziyanlar vurur. Həm mənəvi, həm maddi. Odur ki, bu müharibə uğurlar yox. Müharibə olan yerlərdə həmişə belə olurlar. Bütün müharibələrin sonu barışıq olur. Bax, bizdə heç barışıq da hələ də olmayıb, sülh müqaviləsi hələ də imzalanmayıb. Ancaq biz zalim ölkə kimi prezidentimiz, adamlarımız vuruşdular. Bu işi Müdafiə Nazirliyi yerinə yetirdi, icra elədi. Torpaqlarımız məbur düşməndən azad oldu. Çox sağ olun, izzətimizə görə minnətlər. Etibar qardaşımı hamı tanıyır, bizim birinci Qarabağ qazisidir, bizim yani 30 ilə yaxın mən dostum, yoldaşım. Oğlu da bilirsiniz ki, antiterror 23-cü ilin antiterror əməliyyatlarında şəhid olub. Bizim gözəl Əziz bəy balamızın atası. Buyur Etibar. Əziz və hörmətli tədbir iştirakçıları, mən də şəhid ailələri başda olmaqla hamını salamlayıram. Allah'tan möhkəm hamımıza can sağlığı arzulayıram. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, məkanların cənnət eləsin. Bu günləri bura yığışmaqda bəli, Tayyip qardaşım da elə axsaqqalımız da dedi. Bu günləri Zanlı balamızın bu günləri ad gününə, mövluduna yığışmışıq. Yəni Allah məkanın cənnət eləsin. Bildiyimiz kimi Zanın balamızda 6-cı ayda şəhadətə qovuşub, o uzun illər komada qalmışdı. Əzbəy balamda ilə olub, həmin baldisi də yatmışdı, filmin cərrahiyyə, neyro-cərrahiyyədə yatmışdı. Allah bütün şəhidlərimizin yeni də məqamlarını uca eləsin, bayraqlarımızı bayraqlar içində uca eləsin. O gün olsun, sərhədlərimiz, prezidentimizin o apardığı siyasət nəticəsində tezliklə bərqərar olsun, bərpa olunsun sərhədlərimiz. Uşaqlarımız bir dəfə müharibə görməsin. Yenə də Azərbaycan xalqına, dövlətimizə əmin-amanlıq arzulayıram. Var olasın. Çox sağ olun, var olasın. Çox hörmətli tədbir iştirakçıları, başta şəhid analarımız, şəhid atalarımız olmalılar. Şəhidimizin, Zamin balamızın atası, dadaş qardaşlarımız, anamız, Bişənamız salamlayıram. Allah canına şəfa versin. Bişənam timsalında xəstə olan bütün şəhid valideynlərinə Allah'tan şəfa deyirəm. Xambala qardaşımız ürəyindən əmci olub, Allah şəfa versin. Məhərrəm qardaşımız, Allah şəfa versin. Dünyasını dəyişən şəhid valideynlərinə Allah rəhmət eləsin. Qalanlarına can sağlığı versin. Həssə onlara Allah'tan şəfa verirəm ki, doğumlar yaşasın ki, əmi xalqımızın, millətimizin ən nümunəvi seçilmiş valideynlərdir. Zamin balamızın dəyişməyən cənnətdəki doğum gündür. Ruhun şad olsun Zamin balamız. Onun timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Qəhrəman balalarımızın ruhu şad olsun. Onlar hamısı qəhrəmanlar. Kim olursa olsun, istəyir general, istəyir sıravi, əskər, bir adı var şəhid, bir adı da var şəhid atası, şəhid anası. Allah bütün şəhidlərimizin ruhuna. Yenə də şəhid valideynə söz vermək istəyirəm. Bizim şəhidimiz Süleymanın atası Hacər Baxış qardaşlar. Buyur.
Mən də öz növbəmdə tədbir iştirakçılarını salamlayıram. Bu günləri Zamin balamızın cənnətdəki mövlududur. Mövludu mübarək olsun deyirəm. Mən bu günləri Birinci Qarabağ müharibəsi 1988-ci ildə başladı. Yəni 1988-ci ildə başladı müharibə. O vaxtı belə deyək də, ataların belə bir misalı var, deyir, arxalı köpək qurgulasar. Yəni ermənilər o vaxtı çox arxalı oldular. Rusiya ordusu tərəfindən, Fransa, xarici ölkələr, bütün ölkələr tərəfindən arxalı oldu. Bizim arxamız olmadı. Və ona görə o vaxtı biz Birinci Qarabağ müharibəsində torpaqlarımızı müvəqqəti olaraq bitirdik və müharibə düz 30 il biz torpaq həsrətində yaşadıq və həmişə biz yəni tədbirlərdə görürdüm televiziya vasitəsilə hansısa bir tədbirdə deyilirdi ki, o gün olsun bu tədbiri biz Qarabağda keçirdik. Yəni biz o sözləri o vaxt eşitmişdik ki, yəni o sözdən biz doymuşduq. Yəni eşitmək istəmirdik. Yəni o sözlərə bizim allediyə verirdi bizim ki, yəni o gün olsun biz Qarabağda bu musiqini, hansısa tədbiri keçirdək. Çox sağ olun, təşəkkür edirəm. Uzun elə 44 gün Vətən müharibəsinin qaziləri adından da bizim qazi qardaşımız Miriyə də söz vermək istəyirəm. Həqiqətən də o nisbətən bizim digər qazilərimizə baxanda fəaldır. Buyur qardaş. Çok sağ olun ya Fayda. Evvela hamınızı salamlayıram, hoş geldiniz. Şəhər adlarına, şəhər adlarına. Karşınıza baş şəhərlərimizlə məndəvizən şəhərlərimizin hamısını. Biz Zamin qardaşımızın və bu cənnətdəki mövludu mübarək olsun yəni. Allah rəhmət eləsin. Danışılan sözlərimiz çoxdur, sadəcə biz-bizdə boğulur, gəlir. Çünki biz bu qardaşlarımızı plakatlarda, şəkillərdə deyir, yanımıza görmək istəyirdik hamısını. Biz onların şahidləriyik. Sabah da bizim Ənnağı Babək Oktayamızın oğlunun da mövlududur. Kasımbəli ikincilərdən. Allah məkanı cənnət eləsin, mövludu mübarək olsun. Qarşınıza baş əyləmişsin. Sağ olun, Allah sizə uzun ömrü can sağlıq etsin. Bütün şəhid analarına, atalarına. Əziz analarımıza söz vermək istəyirəm. Bizim bilirsiniz, Zamin balamızın anası Bikə bacımız xəstədir və Allah'tan ona şəfa diliyoruz. Şəhid balalarımıza. Allah'a səbəb olsun. Başda şəhid ataları olmaqla səbirdə gələnlər bəkdir. Mən bilməsəkdir. Öz minnətdarlığımı bildirəm. Rahat rəhbərliyindən nümayəndələri olsun. Çox sağ olsunlar ki, bugünkü gündə mənim balamı da yaddan çıxartmayıblar. Mənim balamı da yad ediblər. Kənd cəmaatına, məktəb kollektivlərinə öz minnətdarlığımı bildirirəm. Bəli, şəhidlər vurulanda ölmür. Şəhidlər unudulanda ölür. Mən bu sözü deyirəm. Mənim də balam hamıya məlum olduğu kimi məğrur düşmən ayağı altında olan torpaqların geri qaytarılmasında onun da payı var. Allah bütün şəhid balalarımızın ruhunu şad eləsin, məqamını uca eləsin. Var olsun, sağ olsun o şəhid ataları, o şəhid analar ki, bu cür qəhrəman evlat böyüdü. Vətənini, torpağını, millətini, bayrağını, xalqının namus qeyrəti uğrunda canından keçir. Bugünkü gündə mənim də balamın, mən 18 il ərzində mən balama yaş keçirməmişəm. Amma onlar özləri üçün əbədi olaraq yadda qalan yaş mərasimləri keçirdirlər. Şəhadətdəki dəyişməyən mövludu mübarək olsun oğul. Şəhidəki dəyişməyən mövluduza qurban şəhidlər. Amma sevindirici şərəfli ölümdür. Şərəfli ölüm hər kəsə qismət olmaz. Allah bütün şəhid analarımızın ruhunu şad eləsin. Gələnlərə də öz minnətdarlığımı bilirəm. Çox sağ olun, çox var olun. Sağ olun, sizə şəfa versin. Gəlirsən, mən
Təşəkkür salamlarım, gələn əylərimiz var olsun. Şəhidə qiymət verənlərə Allah özü qiymət versin. Bu gün şəhidimiz, körpəmiz, Zaman balamızın cənnətdəki ad günüdür. Ad günü mübarək deyirəm. Əziz bala, ad günü mübarək deyirəm, toysuz bala. Ad günü mübarəkdir, anaları qara yayına bükər. Bəli, ad günüdür. Anaların qara günüdür. Bəli, biz anaların qara günüdür. Allah səbirinizi versin. Allah bir daha müharibə göstərməsin. Körpələr atasız, yarlar yarsız, analar oğulsuz qalmasın. Bir daha analar oğul nalə çəkməsin. Oğul vay deməsin. Toysuz balalar toğxanası vayxana olmasın. Bəli, dərdimiz böyükdür, dərdimiz dərmansız dərdimiz var, dağlar burada dərdimiz var. Bəli, dağlar dözür bu dərdə, biz analar dözə bilmirik ki. Hər günümüz ağlardır, hər günümüz oğul gəzirik, hər günümüz toysuz bala gəzirik, çünki çırağın sönür, çünki evim yıxılır. Toya hazırlaşırdım, balama toy edəcəkdim, o toysuz balalara, çırağı sönən balalara, öz canım. Öz ölməyən canın qurbanlar dünyamızı düzəlsin, qara buludlar üstümüzdən götürülsün, bayraqlar içində bayrağımız uca olsun, vətənlər içində vətənimiz seçilsin. Allah bu qalan balalara ağ günlər qismət eləsin. Çox sağ olun. Sizdə bir kəlmə sözlü deyilik. Mən salamlayıram. Allah inşallah bütün şəhidlərimizə rəhmət eləsin, ruhlarını şad eləsin. Allah bütün valideynlərimizə, analarımıza, atalarımıza səbir versin. Mənim üçün burada dayanmaq həqiqətən çox çətindir. Allah inşallah Sami qardaşımın ruhunu şad eləsin. Yəni mən onu deyərdim ki, həqiqətən bütün kənd, bütün Azərbaycan, Zamin həqiqətən də fəxr olması qardaşlardan, oğullardan biridir. Yəni yaşı az olsa da, canlı cəsədi, amma onun döyüşdə elə bir fəaliyyətləri həqiqətən çox çətindir. Allah rəhmət eləsin. Yəni o cür oğullar, o cür qardaşlar hansısa işlədiyi bir yerdə və ya hansısa qaldığını ərazidə hər dəfə görüləsi, tapılası bir oğullardan deyil. Allah inşallah bütün şəhidlərimizə rəhmət eləsin. Allah hər birimizə səbir versin. Bura gələn hamında Allah danasaq eləsin, diqqətinə görə. Şəhidlər, ömrünü vətən üçün bölən şəhidlər, vətən göylərində bir şölə saçıb, yanıb ulduz kimi sönən şəhidlər, meydanda boyandı al qanınıza, güllələr səpildi dörd yanınıza, yağı necə qıydı o canınıza, atıb çiçək kimi sönən şəhidlər. Tar çiçəkli məzarım var, cənnət qoxur adın sənin, vətən sevər igid oğul, örnək olub şəhadətin, qürur duyur elin oban, qürur duyur atan anan, şəhidsən tək övladı var, qürur duyur Azərbaycan, ölümünü alıb gözə, atıldın qanlı meydana, sən canını qurban etdin vətəninə, torpağına, baş əyərək məzarına, təzim edir böyük kiçik, qorxmazlığın igidliyi, mərdliyinə öyünürdü. Salam şəhid anası, mən də sənin bir balam, olmasam da qəhrəman, şu Kəlbəcər alan, sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarının nur saçılır nur ata, həmişə qürurlu, həmişə dik durasan. Salam şəhid qardaşım, yaş tutmasın gözünü, hər an şəhid olmağa hazır elə özünü. Sənin qardaşın, sonra mənim qardaşım gedər, sonra sən, sonra mən, sonra mən. Yenə candan can aydı, şəhidim var Azərbaycan, vətən sağ olsun deyə, igidim var Azərbaycan. Bu torpağa qan kökmüşük, şəhid verir diz çökmüşük, sağmasıya biz ölmüşük, igidim var Azərbaycan. Düşmənin bağrını yardı, 44 gün sürdü canları aldı. Tarixi yazanlar oldular şəhid.
Bir neçə ana hər gün ağladı. Başına qapqarı örpək bağladı. O şəhid oğlunu yadda saxladı. Heç sizi unudar analar şəhid. Haqq hesab günüdür dedi igidlər. Haqq hesab günüdür dedi igidlər. Silaha sarılıb vətən dedilər. Vətən dedilər. Silaha sarılıb vətən dedilər. Cənnət Qarabağdır bizim igidlər. Heç sizi unudar analar şəhid. Bütün anaların qarşısında baş əyir. Özlüğümdə hər bir salamlarım, şəhid atalarım, bütün qonaqlar. Allah hər bizi var etsin, Allah şəhidlərimizə rəhmət etsin. Allah hər bizi köməyiniz olsun. Yəni Kərbəlayı qəlbini sizə həyatda ehsan olmazsa inşallah kimin ki imkanı var gedib orada iştirak edir. Cəmi şəhidlərimizin niyyətində Subhana rabbika rabbil izzati amma yasifun və salamun alel mursalin velhamdülillahi rabbil alamin. Fatihatu ma'as salavat. Ben de Euzu billahi mineşşeytanirracim. Elhamdülillah.